Salam, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Abituriyent şöbəsinin Azərbaycan dil və ədəbiyyat müəllimi Ramal Nuriyev sizə təqdim elədiyimiz blok ədəbiyyat suallarının izahını verməyə çalışacaq. Deməkdir ki, nümunədə hansı bədii təsvir vasitələri işlənmişdir? Ağ bulud düzlərə çox tələsmə gəl, bulud tələsə bilməz. Bu metafordur. Onsuz da gür axır, dəli kür, necə kür epitetdir. Ay külək dərədən iti əsmə gəl, axı tənha qovağın üşüməkdə metafor və epitet cavabımız olacaq A variantı. Xalq oyunları ilə bağlı səhv fikri müəyyən edin, gəlin eləyək. Dramatik növün janrıdır, düzdür. Başqalarını göstərmək xeyr, oyunlar başqalarına göstərmək üçün nəzərdə tutulmaz. Doğru cavabımız olar B variantı. Əfsərdə Xaqani və Qətran Təbrizi üçün ortaq sayıla biləcək cəhət. Hər ikisi 12-ci əsrdə yaşayıb, xeyr, Qətran Təbrizi 11-də yaşayıb. Hər ikisinin bədii nəsr əsəri var, heç birinin yoxdur. Hər iki sənətkar poema müəllifidir, Xaqani deyil. Həm Şirvani, həm də Qətran Təbrizi sarayda yaşamayıb. Amma hər ikisinin divanı dövrümüzə gəlib çatıb, cavabın olar Y. Qarda Çoban və Qazan xanla bağlı ortaq cəhətlərdən hansı səhvdir? Hər ikisi igid, cəsur, qorxmazdı, düzdür. Hər ikisi eyni təbəqədən çıxmış insandır, xeyr. Biri vardı, bir kasıb. Hər ikisi qara qayğılı yuxu görür, düzdür. Hər ikisinin ailəsini qurtarmaq üçün düşmən üzərinə gedir. Qarda Çobanın ailəsi yox idi, artıq ölmüşdü, səhvdir. Hər ikisi əksər boylarda iştirak edir, xeyr. Qarda Çoban iştirak etmir. Cavabın olar 2, 4, 5 ortaq xüsusiyyət deyildi. Məsəd Gəncənin farsça yazdığı rübailərdə nələr öz əksini tapır? Burada demək humanizm tapır, səmimi hisslər, dərin fəlsəfi mühakimələr tapır. Kitab-ı Qorqud dastanının əsas ideyaları, demək əsas ideya bu dastanda nə olacaq? Oğuzların qüdrətini göstərmək, vahid Oğuz xalqının birliyini məth etmək olacaq əsas ideya bu dastanlarda. Demək, uyğunluğu müəyyənləşdirin deyir. Uruz Şöklüməli Qaragünə, Qazan xan yuxusunu yozan Qaragünədir. 2 yazırsan A. Qazan xandan intiqam almaq istəyən Qaragünəyi də doğrusu yazırıq A-nı. Qazandan intiqam almaq istəyən Şöklüməlikdir. Atası onu düşmənisindən qurtarır, Uruzdur. Əsirlikdə özünü ləyaqətlə aparan Uruzdur. Acı utanda qaradaşı kül eləyən Qaragünədir. 1C-də 2B3 A-yı. D variantı. Nizami Gəncənin həyat və əsərlərlə bağlı verilən fikirlərdən biri səhv. Dünya ədəbiyyatına daha çox həmsəsi ilə məşhurdur, düzdür. Dövrünün kamil bir alimi olduğu üçün onu həkim adlandırıblar, düzdür. Xosrov və Şirin poemasında dövlət işlərinin başqalarına etibar etmək olmaz. Bu böyük fəlakətlər səbəb olar, ideyası əsas götürülür. Bu Xosrov və Şirin yox, 7 gözələ aid fikirdir, səhvdir. Nizami Gəncənin İskəndərnamə əsərlə bağlı səhv fikri seçin. İskəndər ölməyində atasına, İskəndərin atası ölür, sonra İskəndər taxta çıxır, anasının yadına salır, ona məktub göndərir, elə səhv olar A. Nizami Gəncənin İskəndərnamə poemasında seçilən nümunələrdən biri əsərin baş qəhrəmanını ünvanlanmamışdır. Ey cəsur padişah, eşq olsun sənə, bu Nüşabə İskəndər deyir. Onunla heç çətin işdə məşvərət, qılıncdan kəskindir, gözəl məsləhət. Bunu İskəndərə deyir müəllimi. O zaman dəyərli olardı sözün, öncə bu daş qaşdan qaçaydın özün. Bunu isə İskəndər Nüşabəyə deyir, yəni İskəndərə ünvanlanmayıb fikir. Cavabın olar C. 11. Orta dövr ədəbiyyatı ilə bağlı verilmiş fikirlərdən düzgün olanı seçin. Bu dövr ədəbiyyatında Qazi Bürhanəddin və Nəsminin yaradıcılığı ilə türk ərzu formalaşır, düzdür. Bu dövr sənətkarları lirik əsərlərini yalnız ərz vəznində türk dilində yazırlar. Xeyr, ərəb və fars dilində də var idi. Bu dövr ana dilində ilk Leyli Məcnun poeması yazılır, düzdür. Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında tuyuq janrının əsasını qoyur, düzdür. Bu dövr ədəbiyyatında şeirimizdə dünyəviliyə qətiyyən təsadüf edilmir. Niyə ki, dünyəviliyə təsadüf edilir bir sıra şairlərin yaradıcılığında səhvdir. Cavabını olar 1, 2, 5 yox, 1, 3, 4. Bu şeir janrlarından biri Azərbaycan ədəbiyyatına 14-cü yüzilliyə daxil olan şeir janrı yadınızda qalsın, tuyuqdur. Rübai daha öncə, qəzəl daha öncə, qəsdə daha öncə daxil olub. Bu poemalardan biri ana dilimizdə deyil, demək Vərqa və Gülşah, Yusif və Züleyxa Dastani, Əhməd Arami. Maraq alıb bilirsiniz ki,
Maraqalı Əhməd, Dəstar Təbrizidir, bir də Arif Ərdəbildir. Bunlar Nizami məktəbi davamçılarıdır. Bunlar ana dilində yox, fars dilində yazırdı. Cavabın olardı. Biri İmadəddin Nəsim ilə Şah İsmayıl Xətai yaradıcının ortaq cəhəti sayıla bilməz. Hər ikisi lirik növdə məhəbbət məzmunu gözəl qəzəl yazıblar. Hər ikisi mənəvi əxlaqi məzmun daşıyan yeni insanın kamilə səsləyən pisliklərdən çəkindirən əsərləri var. Hər ikisi üç dildə ərəb, fars, türk dilində yazıblar. Həm Nəsimi, həm də Xətainin yaradığına qoşma xeyir. Biz qoşmanın digər əlini şeir janrlarını divan ədəbiyyatına gətirən etdik ki, Xətaidir. Bu ortaq cəhət deyil. Nəsimi heç əvəzində yazmayıb. Şah İsmayıl Xətainin Dəhnamə poemasının kulminasiya nöqtəsini təşkil edən hadisə. Əsərin kulminasiya nöqtəsi 9-cu məktubdur. Yəni göz yaşının 3-cü dəfə 9-cu məktubu gətirən göz yaşını 3-cü dəfə məşuqənin yanına hədiyyələrlə gəlir və bu da kulminasiya nöqtəsidir. Fikirlərdən hansı Şah İsmayıl Xətainin Dəhnamə əsərinin baş qəhrəmanı olan aşiqə aid edilə bilməz. Əsərin əvvəlində eşqə dəyər xeyr. Əsərin əvvəlində sevənləri o əbləh adlandırır. Eşqə dəyər vermir. Elə səhv fikrin olaraq. Misralardan hansısı Şah İsmayıl Xətaiyə aiddir? Açıldı yazılar, bitdi çiçəklər, elə cavabın A olar. Yoxdur vəfası dünyanın aldama bu Nəsiminindir. Bu Dədə Qorqudda hansı bir pərdə doğru söz gördüm. Bu səhvləmirsə Nizami Gəncəvdədir. Biz Ədl Sarayı ikən zülmülə xarab oldu. Bu da Mədain xarabələrinə aid fikirdir. Verilmiş parça hansı obrazın dinləndir və hansı məqamda söylənilir? Ya Rəbb, mən et fənaimül həq, kim rəh fənaimiş rəh həq. Burada demək dostlar, bu fikir kimə məxsusdur? Maraqlı fikirdir. Demək, Leyli öldüyü ölüm məqamında Allaha yalvarır ki, Allah məni artıq öldür. Yəni vəsiyyət eləyir anasına. Onun vəsiyyət hissəsindəndir və onun ölüm hissəsindəndir. Demək, Leyli və Məcnun 7 cam söhbətlə Əsmar Məhəmməd Füzulinin poemalarıdır. Bir də Bəngübadəsi var, 4 poeması var. Məhəmməd Füzulinin Leyli və Məcnun poemasından götürülmüş beytlərdən hansı süjetin final məhəlləsində yer alır? Deməli, Nofər qılıb arzuy Məcnun, əshab ilə qıldı əzmi hamun. Ya Rəbb, mənə cismi can gərəkməz, cananımsız can. Burada artıq Məcnun görür ki, Leyli ölüb və Allah deyir ki, mənə artıq can lazım deyil, cananımsız dünya lazım deyil, məni də öldür. Bax, final məhəlləsinə aid olacaq bu. Xronoloji ardıcılığı müəyyən edin. İlk hökmdar qadın obrazının yarandığı əsər. Bu Nizami Gəncəvinin əsəridir. Tutaq ki, Xosrov və Şirin olsun. Deməli, 181. Gülşən Şüəra təzkirəsi yazılıb 16-cı əsr Məhəmməd Füzuli. Ədəbiyyatımızda ilk nəsr əsər nümunələri Məhəmməd Füzuliyə məxsusdur. Daha öncə 3 olacaq, sonra Gülşən Şüəra olacaq. Qissə Yusif poeması bu 13-cü əsrə aiddir. Ədəbiyyatın xərqləşməsi 17-ci əsrə aiddir. Demək, indi necə götürəcəyik? Ən birinci təbii ki 1-i götürəcəyik. Ondan sonra 4'ü, sonra 3'ü, 1, 4, 3, 2, 5 A variantı. Yeni dövr ədəbiyyat, Azərbaycan ədəbiyyatının birinci mərhələsinə aid edilən fikirlərdən biri səhvdir. Ədəbiyyatın əsas mövzuları xalq həyatından alınırdı, düzdür. Deməli, aşıq ədəbiyyatına sufi panteist fəlsəfənin təsiri altında idi. Realizmə heç bir əlaqəsi olmadan xeyr, birbaşa əlaqəsi var idi, səhv olar elə bəyəm. Yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsində yazılan poema hansıdır? Deməli, Vərqa və Gülşah poeması. Verilmiş xüsusiyyətlərdən şifahi xalq ədəbiyyatına hansı janrına aid? Lirik növ geniş yayılmış növdə özünə məxsus havası melodiyası varsa mahnılardan söhbət gedir. Qətran Təbrizin Vəhsət Gəncəvi Səhətin Xaqani bu sənətkarlar üçün ortaq xüsusiyyət hər ikisi üçü qədim dövr şəhərdir və hər üçü fars dilində yazıblar. Bunların ortaq xüsusiyyətdir. Mətndə hansı bəd təsir vasitəsi işlənmişdir? Elə iş baş verir, yoğun qurşaq. Burada sinekdoxa var, ad dəyişmə var, quruluşuna görə B. Qafiyə quruluşu baxımından uyğunluğu müəyyən A, A, B, A. Deməli, bu olacaq duyğla bayatı. C, Y. A, 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 bu olacaq mürəbbəyin ilk bəndi. Bu olacaq.
və qoşma ilə cərəyanın ilk bəndi A, B, C, B şəklindədir. C, 7, A, B. B variantı. Yəqin ki, mətni oxumusunuz. Situasiyaya baxaq. Məzmun daha çox uyğun gələn ifadəni seçin. Eşq dağlardakı qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd kiminsə uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır. Burada uğrunda öləcək sevgidən söhbət getmir. Barmaq uclarıma səni həbs etdim, toxunduğum hər yerdə səni hiss edirəm, canım yanır. Bu da deyil. Bəzən etiraf etmək bütün həyatınız boyu peşman yaşamaqdan daha yaxşıdır. Bəli, orada kəpənək və çoban yastığından söhbət gedirdi. Əsas məsələ etirafdan ibarət idi. Etiraf olsa hər şey daha gözəl olardı. Mətndəki əsas problemi müəyyən edin. Əsas problemimiz mətndə kəpənəyin 3 günlük ömrü idi. Yəni, bundan başqa böyük problem yoxdur. Mətn forma xüsusiyyətlərini istəyir bizdən. Bu da olacaq nəsrlə yazılmış epik növdə olan əsərdir. Yoldaşlar, ümumizan bu qədər.